Əfsanəvi döyüşçü Xose Aldo bir daha qəfəsdə olmayacaq. 38 yaşlı idmançı UFC tarixindən yadda qalan döyüşçülərindən olmağı bacarıb. Belə ki, o özünə məxsus striking bacarıqları, qəfəsin içindəki qəddarlığı, qəfəsin çölündə isə çox mehriban və sadəlövh davranışları ilə hər kəsin hörmətini qazanmağı bacarmışdı. Bundan başqa Aldo 2011-ci ildən 2015-ə qədər UFC-dəki məğlubiyyətsizliyini qoruyaraq çəkinin çempionu olmuşdu. Ancaq 2015-də Conor McGregorla döyüşdə 13 saniyə nokaut olmasından sonra özünü bir daha tam mənasında bərpa edə bilmədi. Verdiyi müsahibədə beynində zadı olduğunu, hər şey unutduğunu deyən əfsanəvi çempion son döyüşünü UFC 316 kartında Aliyemin Zahabi ilə keçirib. Bu döyüşü xal hesabı ilə məğlub olduqdan sonra isə qəfəsdən qayıtmamaq üzrə bir dəfəlik çıxıb. O öz açıqlamasında heç bir halda geri qayıtmayacam. 5 il sonra hardasa 50 yaşında olacam və buna görə də daha döyüş yoxdur, çağırış yoxdur deyərək sözlərini tamamlayıb. Gördüyü iş üçün fədakarlıq edə bilənlər adlarını tarixə yaza bilirlər. Odur ki, çox çalışaq və istədiyimizi əldə edə bilmək üçün fədakar ola bilək. Hər kəsə uğurlar.